Salam, xoş gördük. Bu videoda iki sualımızın izahına baxacağıq. Sualın izahına keçək. Birdə doğru fikirləri müəyyən etməyimizi istəyir. Okeanlarda 3000 metr dərinlikdə temperatur müsbət 2,8 dərəcə təşkil edir. Bəli, bu fikir doğrudur. Doğru cavab A variantıdır və 0 metrdə okeanların üzərində temperatur 16 dərəcə, 200 metrə qədər 15,5 dərəcə, 1000 metrdə 3,8, 2000 metrdə 3,4, təqribən 3,1, 3,4. Demək ki, 3000 metrdə 2,8 və 5000 metrdə isə təqribi olaraq 2,1 dərəcə, 2,4 dərəcə təşkil edir. Yəni 3000 metrdə 2,8 dərəcədir bu. Bu kitablarda verilib, əzbərləsəz daha yaxşı olar. B-yə baxaq. İxtisaslaşmanın formalaşması üçün tələb olunan amillərdən biri xam mala tələbatın daxili istehsal hesabına ödənilməsidir. Bu fikir yanlışdır. İxtisaslaşmanın formalaşması üçün 3 əsas amil var. Bunlar məhsul daxildə istehsal olunsun və artıq qalsın. Yəni daxili tələbatı ödəsin və artıq qalsın. Yəni satılması üçün. İkinci, ucuz başa gəlsin. Yəni maye dəyəri ucuz başa gəlsin və üçüncü isə uzun müddətli olmasıdır. Məsələn, deyək ki, bir müəssisə açırsınız, 1 ay, 2 ay, 3 ay yox, uzun müddətli bir illərə əhatə edən, məhsul istehsal edən bir müəssisə olmalıdır. Yəni 3 əsas amil olmalıdır. 3 əsas amildən başqa digər amillər isə keçərsizdir. C-yə baxaq. Kömür ehtiyatına görə regionlar arasında Avstraliya birinci yerdədir. Bu da xəritə sxemdə var və Şimali Amerika hesab olunur. Avstraliya deyil. Yəni Avstraliyada da var əslində kömür ehtiyatı, lakin birinci yerdə regionlar arasında Şimali Amerika tutur. D-yə baxaq. Avrasiyada qərb yarımkürəsinin tayqa təbii zonasına rast gəlinmir. Bu fikir rast gəlinir əslində yanlışdır. Çünki Böyük Britaniyanın şimal hissəsində, o da qərb hissəsində, şimal-qərb hissəsində tayqa təbii zonası var. Burada isə rast gəlinmir deyir. Y-yə baxaq. Ekvatordan şimala və cənuba doğru okean suyunun orta illik temperaturu artır. Xeyr, əksinə olmalıdır, azalır. Çünki günəş şüaları düşmə bucağı ilə əlaqədar qütblərə doğru getdikcə temperatur azalır. Yəni burada məsələn tropiklərdə, tropik enliklərdə, ekvatoral enliklərdə məsələn 15-20 dərəcə olan temperatur necə ola bilər ki, qütblərə getdikcə 25 olsun. Yəni ona görə yanlışdır. Burada doğru cavab A variantıdır. İşinin izahına baxaq. Cədvələ əsasən uyğunsuzluğu müəyyənləşdirməyimizi istəyir. Yəni doğruların altından yanlışı, yanlışın altından doğruları seçəcəyik. Quri su anbarına aid olduğu ölkə yeni sənaye ölkələr qrupuna daxil deyil. Quri su anbarı Orinoco çayı üzərində və Venezuelaya aiddir. Venezuela da yeni sənaye ölkələr qrupuna daxil deyil. Bu fikir doğrudur və burada doğrunun altından verib deyə götürmürük. Yeni sənaye ölkələrin xatırlayaq. Məsələn, Türkiyə, Çili, Argentina, Malayziya, İndoneziya, Filippin, Tayland kimi ölkələrdir. İkinin izahına baxaq. Ən duzlu okean ekvator və tropik enlikdə geniş ərazi tutduğu üçün sakit okean hesab olunur. Xeyr, ən duzlu okean Atlantik okeanıdır. Səbəb ensiz olduğu üçün buxarlanan su bulut halında, yəni yağış formasında materiklərin quru səthinin üzərinə düşür. Onun üçün ən duzlu okean hesab olunur. Yəni sakit okean deyil. 3-ə baxaq. Atrau limanına aid olduğu ölkə Türk Dövlətlər Təşkilatına üzvdür. Atrau limanı aiddir Qazaxıstana, Xəzər dənizində yerləşir və Qazaxıstan Türk Dövlət Təşkilatına üzvdür. Türk Dövlət Təşkilatına üzv olan ölkələr Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızstan, Qazaxıstan aiddir və bura isə Macarıstan və Türkmənistan müşahidəçidir. Bu fikir də doğrudur. Doğrunun altından verib götürmürük, çünki uyğunsuzluğu istəyir. Hələ ki, 1-i götürmüşük. Yanlışın altına baxaq. Passat və qərb küləkləri eyni təzyiqdən yaranır. Passat küləkləri 30 dərəcədən 0 dərəcə, yəni ekvatora doğru əsir və yəni dinamik yüksək təzyiqdən termik alçaq təzyiqə doğru əsir. Qərb küləkləri isə dinamik yüksəkdən, yəni 30-dan 60-a doğru
əsir, yəni dinamik yüksəkdən dinamik alçağa doğru əsir. Hər ikisi dinamikdən başladığı üçün bu fikir doğrudur, çünki eyni təzyiq deyir. Yanlışın altından doğru verib götürürük. 1, 4, 5-ə baxaq. Rona çayı Aralıq dəniz iqliminə düşdüyü üçün ən bolsul dövrü qış fəslidir. Xeyr, bu çaşdırmaq üçündür. Yəni Aralıq dənizinə düşsə də Rona çayının bolsulu dövrü yay aylarıdır, yay fəslidir. Bu da buzlaq suları ilə qidalanması ilə əlaqəlidir. Yəni qışda da nisbətən yağış suları ilə əlaqədar digər çaylarla bir yerdə bolsulu ola bilər. Yəni ən bolsulu dövrü yay ayları götürülür, çünki buzlaqla qidalanır. Burada yanlışın altından verib götürmürük. 6-ya baxaq. Respublikamızda tropik hava kütlələri bütün fəsillərdə daxil ola bilər. Bəli, bu fikir də doğrudur. Yəni bu bir çox yerlərdə qarşınıza çıxa bilər. Bunu doğru kimi götürə bilərsiniz. Çünki hava kütləsidir, yəni istədiyi vaxtda daxil ola bilər. Sualımızın burada doğru cavabı 1, 4 və 6-dır. Doğru cavab Y variantıdır. İzlədiyiniz üçün təşəkkürlər.